Herkese salamlı bir yer var yer kürəsində. 1930-cu ildə Polşada 400-ə də ağac əkilir. Amma bu dövrümüzdə həmin ağaclara baxsaq, həmin ağaclar erkən yarım 1 metrə uzunluğunda təxminən yarım çevrə əmələ gətirir, sonra təzədən düz böyüyürlər. İndiki dövrə qədər hələ bu ağacların sirri məlum deyil ki, necə ola bilər ki, 400-ə də ağac şimal istiqamətdə bu formada, eyni formada əmələ gəlsin. Yarım çevrə əmələ gətirir başlanğıcdan sonra düz. Bəzi fərziyələr var ki, bu ağaclar 1930-cu illərdən sonraki illər üçün nəzərdə tutulub ki, mebel istehsal olunsun, mebellər yaxud da gəmilər üçün, qayıqlar üçün hazır qəlib şəklində olması üçün onları xüsusi qəlbə yerləşdirib elə böyüdüblər. Amma bu ən əsas fərziyədir. İndiki dövrə qədər dəqiq olan başqa bir fərziyyə yoxdur. Sizin fikrinizcə bu ağaclar necə böyüyə bilər? Yorumlarda qeyd edin, məlumatlanmış olaq. İndiki dövrdə amma Polşa dövləti üçün xeyli turist gəlirlərinə fayda verib. Çünki xeyli insanlar həmin ərazini səyahətə gedirlər, maraqlı bir görkəmi var.